Herkese salam dostlar, mən Qəm Sazı. Bugün Age of Story 2 Congress 1.5.1 versiyonunun Kosova bölümünün serisinin 10. bölümüyle yeniden sizlerle birlikteyim. Dostlar, kanalımız yeni olmasına rağmen videoların azlığı sebebiyle biraz düşüşler yaşadı ama şükür ki aboneler getdikcə yüksəlir. Düzü bir neçə aydır ki tam olarak video çəkib paylaşa bilmirəm və kanal təzə olduğu üçün bu pis bir gedişatdır. Ancaq yenə də əlimdən gələni edirəm ki, şəxsi həyatla bağlı bəzi bir neçə problemlər var və bir neçə əsgərlik problemi falan oldu və artıq rahat oynaya bilərik. Artıq dayanmadan keçən bölümdə də demişdim. Ancaq yenə də bəzi gedişatlar oldu ki, mən tam buna vaxt ayıra bilmədim. Ancaq bundan sonra həqiqətən də bu səfər buna vaxt ayıra biləcəm və videolar çəkib editləyib paylaşacağım dostlar. Hətta gündə 2 video ata da bilərəm bəzən ki, yenidən qaldığımız yerə gedib ulaşa bilək dostlar və kanalın algoritmalardakı yeri yüksəlsin və bunun üçün bizim abonemizin çoxalması lazımdır. Abunə olsanız və aşağı düşmüşkən like edib yorumlara istəklərinizi yaza bilərsiniz dostlar. İndi isə keçək oyunumuza. Keçən bölümdə nə etmişdik? Ordularımız çox idi, həddindən artıq. Ne kadar ordu vardı yadımda değil. 1 milyon idi yoksa 1 milyondan çok idi. İtalya ile savaşa girdik. Buradaki Belçika'da torpaqları unuttuk ama Polşa'nın tamamını aldık. Bu torpaqları geri aldık ve İtalya'nın gücünü azalttık. Başka Rusya ile əlaqələrimiz çok pis, bununla əlaqələrimiz yaxşı olmalıdır. İtalya biraz oyun kayması var. Yani onun için özür sayın oyunu anlatacağım. Yeni bir mod kimi bir şey hazırlayıram. Artıq 1.5.1 bence sonlanmalıdır. Age of Story 2'nin yeni Definition Edition kimi bir modu gəlir və artıq onu da yeni bir güncəlləmə paylaşmışdı. Lukas Jakovski bu oyunun yaradıcısı demək olar. Oyunu qurub düzəldən şəxs və Polşalı və onun da videosunda paylaşacağım yenidən sizlərlə birlikdə. Dostlar, bu artıq 1.5.1 çox keçmişdə qaldı. 2023-24-də qaldı səhv etmirəmsə və bu sıxıcıdır bəlkə sizə də. Age of Story 2'nin özündə də bir neçə dəyişikliklər planlar edirəm və burada da hər neysə oyunumuza davam edək. Dostlar, məncə bu Kosova serisi biraz sıxıcı gəlmiş ola bilər. Ona görə də bəlkə heç final etmədən yani ki tam başarıyla, çünkü bu bölüm çok uzun çəkəcək. Çünkü İtalya, en azından İtalya ile Almanya çok güclüdür ve bunun qarşısını almaq için bizim yaxşı bir ekonomiya ve gücə ihtiyacımız var. Ona görə də bu bölümdə də biraz yatırımlarla yadda qalacaq. Çünkü keçən bölümdən geriden bastığımız ordular sadəcə qaldı. Bütün ordularımız yoxa çıxdı. Demək olar ki, və bütün asimilasyonları indi saxlamışdıq ki, zaten çok az torpaq əldə etdik. Bir dəqiqə kodunu alın. Az torpaq əldə etdik. Azərbaycanın kodunu da alsam bir şey olmaz. Musiqisine indi tam gəlməsi də ola bilər. Yəni belə. İndi isə yatırımlara yer verəcəyik. Gördüyünüz kimi texnoloji fonlarında nüfus artışı və ekonomi büyümesi diğerləri də tamamlanmaq lazımdır. Bunlar tam bir şəkildə tamamlanıb. İndi isə yatırımlarımızı eləyək dostlar. İlk öncə buradan bir yaxşı alarsa mallar yatırımına davam eləyək. Belə baxaq. Nüfus ən çox da təbii ki burada istihdam edilə bilir. Nüfuslara baxdığımızda bəli oyunda, telefonda çox yeri var. Ancaq ki yenə də rahat bir şəkildə sonraki tura çox tez keçir. Bəli, qaldığımız yerdən davam edirik. Çox gözəl bir gəlirimiz var. İndi baxacağım bu geriyə düşəndə nə qədər gəlir olacaq və bundan da əlavə texnoloji yatırımlar da eləyəcəyik dostlar. Texnoloji yatırımlarında çox irəliyə çıxırıq və ilk yatırımımızı tamamladık. 7 milyon nüfus dostlar. 7 milyon nüfus, bir dəqiqə. 7 milyon nüfuza ulaştık. Bu çok güzeldi. 7 milyon nüfus başka. Böyle 7 milyon nüfusu da kestik. Çok güzel. Bu da son mallar yatırımıydı. Artık buradan da güzel ordu çıxara bilərik en azından. 2 milyon ordu yani. Ortalama en azından deyirəm. Ortalama çıxara bilərik. Bu arada başka oyunlar da oynayıram Age of Story'da. Bazen bu oyun sistemiyle, gedişatıyla, taktikasıyla biraz qarışdırıram. Çox, yani 2 milyona çatmadan oyunun necə deyirlər ona
Yadımdan çıxdı söz, indi deyəcəm onu sizə yadınıza salacağım. Baxın, oyunun 2 milyona yaxın pul olduqda artıq nə olur? Enflasyon var. Enflasyon olur. Buna görə də 1.5-i keçmək olmaz. Biz birinci Çindir, ikinci Çinə çatmaq lazımdır. Biz ikinci, Çin isə birincidir. Hər nəsə 1.42, 1.46-nı keçmək əslində çox da lazım deyil artıq. Avropanı, hətta Amerikanı belə keçmişiksə, yəni Avropada maksimum ən çox 1.4-dür və biz 1.43-4-3-ük. Yəni demək olar ki, 3 ədəd çoxu İngiltərədən belə, Amerikadan da belə, amma Çinlə Amerikanın arasında iki dev ölkənin arasında ki, zaten bu böyük ölkələrə qarşı Rusiya, Çin, Avropa ölkələri olsun, Amerika və digər böyük ölkələr üçün artıq təhdid oluştururuq. Gördüyünüz kimi 2 qitəyə yerləşmişik. 1.43 yadımdan çıxdı. Pul yenə də yaddan çıxdı. 6-7 dəqiqə belə video. DLS videosu bu arada paylaşmaq istədim. Çəkdim, amma çox pis olduğu üçün sildim. Yəni sizə açıq deyəcəm. Və bundan sonra artıq bir klan vurma yolu inşa edəcəyik. Klan artıq çoxdan vurulub. Artıq 3-4-5 aydır ki, DLS 2026 yeni versiyonu gəlir və buna görə də artıq yeni bir klanı qurub 110.000 plusdur gəlirimiz və burada verici gəlini 20 edəcəm. Dostlar, verici gəlini önəmlidir. Çünki full eləyirik və nüfuz yatırımları eləyək və ondan sonra da ordu basımlarına keçək dostlar. Həmən çünki bu fətihdir, Avropa fəthi. Bəli, Almanya. Hocam, nə yaptın? Ən yaxşısı biz ekonomini də gücləşdirək. Almanya gəldi, keçdi. Zaten də yaxşı oldu, yadıma düşdü. Ekonomi gücləşmədən o yatırım etmək olmaz. DLS-yə gəldikdə isə yeni bir fikirlərim var. Onları da keçirəcəm. Kadroya da çox önəm verməyək. Çünki kadro hər anda yüksəldə biləcəyim bir şeydir. Biraz daha yüksəltmişəm. Olsun. Ondan sonra da zaten sonrası önəmlidir. Məsəl üçün 74-75 reytinqə qədər gətirmişəm. Amma bundan sonrası daha önəmlidir. 1000-dən çox almaz da toplamışam. Artıq oyunu çəkərkən danışarıq. Dostlar, oyunda da öz gedişatımızı izləyək. Bir tərəfdən də bir yatırım tam burada deyək ən yaxşısı. 3 milyonu keçməkdir, hədəfim 3-4 milyon arası etməkdir. Görək eləyə biləcəyikmi? Kimə bunlar savaşır, elə biləm ki mənə. 3-4 milyon pulumuz qalmadı. 3-4 milyon eləsək gözəl olar. Tamam, bununla birlikdə çox gözəl. Artıq bu səfər inanıram ki 3 milyonu keçəcəyik dostlar. Pul qalmadı, 3 milyonu keçəcəyik. Əminəm. Bəli, tamamla 3 milyonu keçdik. Artıq Dukatla 118-120 min, çox gözəl, 670 min olub. 300 mindən 600-700 minə qədər çıxartdıq biz. Budapeşt ən dəyərli torpağımızı 714 min oldu. 3 milyon, hətta bunu 4 milyon eləyək. Çünki artıq devasa bir savaş kimi oldu. Ekonomi və yatırım savaşı devridir indi deyə düşünürəm. Zaten 2 milyondan 4 milyona çıxarmaq hayvansı olsa da biz geridə qaldıq. Videolar olaraq da geridə qaldıq. Artıq top üçün bunu böyütmək və yerini doldurmaq lazımdır. Böyle 4 milyona yaxınlaşdıq. 2 torpağımız. Bu torpaq artıq 1 milyona gəlib çatıb dostlar. Yəni ki, ölkəmizin ekonomisinin 1/4-ni sadəcə bu torpaq. Yəni düşünün, təsəvvür edin, bu böyüklüyə ölkənin sadəcə 1/4-ni bu torpaq qarşılayır. Bu da qıraqdakı ölkələrdə prestijimizi çoxaldır. Düşünürlər ki, sadəcə bu torpaqda bu qədər ekonomisi varsa, demək olar ki, bu ölkənin hər tərəfi güclü donanım və gelişimlə, yatırımla doldur dostlar. Və bu arada 4 milyonu çox da keçdik. Avropa'ya çatdıq və indi isə biraz daha lazımdır. Bu yatırımlardan sonra yeni bir yatırım eləyib. Yəni demək olar ki, yatırımlarımızı çoxaldacağıq dostlar. Yəni bu oyun yatırımlar və ordu yığımı üçün olacaq. 4-cü yerə düşdük. Yüksəldik. Adətən 6-cı yerə düşdük dostlar. Olan şeydir. Var və belə də insanlar da ölür, amma 7 min oluyor. Görürsünüz. Ətrafda
ətrafdakı ölkələrdən sadəcə İtaliya ilə aramız yaxşıdır. Hər an hər kəs bizi savaş elan edə bilər və o an biz artıq serini bitirməli olacağıq dostlar. Yəni hər an savaş elan edilə bilər, amma biz bu enerjini özümüzə çəkməyək. Üretim geliri önemlidir. Başka ne kaldı? Bir əldə yatırım etsək, kanalı həqiqətən boş buraxdıq, tamamilə boş buraxdıq. Mən bunu etməməliydim. Çox təəssüf. Yəni əlimdə olmayan lərdən dolayı oldu bu. Və 4-cü yerə oturduq. Artıq videoda 11 dəqiqəyə gəlib və biz yenə də ordularımızı basmalıyıq. 8 milyon nüfuz və 4 milyon plus ekonomi oldu dostlar. Məncə bu nüfuzu biraz daha çoxaltmalıyıq. Yəni bir 10 milyon, en azından 9 milyonu keçək, sonra ordu toplayaq. Çünki belə olduğu halda yəni bizim daha çox gücə ehtiyacımız var və daha çox yatırımdan zərər gəlməz. Kimə zərər gəlir ki, bizə də gəlsin, amma ətrafda hər cürə oyun dönür. Gördüyünüz kimi savaşlar var və biz Avropanın ən savaşçı ölkəsi olaraq o savaşların olduğu nöqtədə savaşlardan geri qalmışıq. Dostlar, bu da bizi çox aşağı salır, prestij olaraq geri salır. Son bir ədəd yatırım olsa çox güzel olar. Sadəcə belə 9 milyonu keçmək adına. Bu pul bitdikdən sonra artıq biz orduları toplayıb milyonda burada bağlaya bilərik. Videonu editləyib sabaha paylaşacağım. 3 aprel 2026 və 4 aprel'e əminəm ki videonu editləyib paylaşacağım. Dostlar və sabah da video çəkib 5 aprel'de paylaşacağım. Yanında ekrana kaldı. Son bir yatırım var. Hatta bunu 10 milyon eləsək pis olmaz. Yəni buradan bura gəlmişik. Siz də belə deyil, fırrada axırda 10 milyona gətirdim, çıxartdım. Üzümün sayın sözünə görədir və indi son bir yatırım. Bu pulların hamısını bitirək məncə, yox mu? Sıkıntı olmasın. Tamam, 10 milyonu keçdik, qalanını da bir ölkəmiz. Mədəniyyətimiz altın çağında rifah yaşayır. Nüfus artışı 17% ekonomimizin böyüməsi, 9% vergi gəlir, altın məsələnin sürüsü və soğuk qararlar hatta bu qədər. Və üretim gəlirində etsək çox güzel olar. Əslində ordu baxımı neysə olsun. Biz ilk öncə İtalyanı ortadan qaldırmalıyıq. İtalyadakı güc bizə gəlsə çox güzel olar. Ordularımızı basaq dostlar. Kaydedək ki bir şey olmasın hər ehtimala qarşı. 2 milyonluq dukatımız, pulumuz var bir də. Bu arada artıq dukat da deməyəcəyik. Nə olduğuna definition edition adı da deyə bilmirəm tam olaraq. Definition edition'da neydi? Artıq orada güzel yenilənmələr var və biz o yenilənmələri tamamıyla istifadə edə biləcəyik dostlar. Çox böyük miqyaslı yeni bir kanalımızı böyütmə çabaları ortaya qoyuruq və artıq işimlə də bağlı qazanacağımız sərmayə ilə birlikdə YouTube'da da irəliləyişlər edə biləcəyik dostlar. Bəlkə bunu halal yollardan başlayacaq və normal bir şəkildə yüksələcəyik dostlar. Orada da ordumuz var imiş, yadımdan çıxdı. Mən ən yaxşısı bu ordunu toplayım və sonra da yenidən olduğumuz yerdən olmalıyım. Və dostlar, qaldığımız yerdən davam edirik. Gördüyünüz kimi 2 milyonu keçən devasa bir ordu topladıq. İndi Rusiya və digər torpaqların sərhədlərində də ordular avtomatik olaraq. Bu torpaqlarda da nüfuz yaxşı olduğu üçün topladıq və gördüyünüz kimi İran, Rusiya falan filan bu oralarda da ordu topladıq. Ən çox burada da Almaniyanın da və gözəl və böyük ordular qurdular həqiqətən də. Biraz onlara yetkilədi, amma 2 milyonluq ordu devasa bir güclü ordudur və bununla İtalyanı yenmək olar. Görürsünüz ki, Rusiya ilə əlaqələrimizi düzəltməyə çalışsam da Rusiya bizi yenə də söydü o arada. Yəni bilmirəm necə olacaq. Artıq onlarla aramız pisləşməsə daha güzel olar. İndi İtalyaya bu orduları qoyub, hətta İtalyaya savaş belə aça bilərik. İtalyaya savaş belə aça bilərik. O zaman 2 milyon ordunu ilk öncə bura 500 minlik, hətta 1 milyonluq ordu buradan burada bir 500 min qoyaq, başqa bu tərəfə də bir 250 min qoyaq, artıq digər ordularda düşünəcək dostlar. Hətta 1 milyonluq orduda bura yerləşdirək. İlk öncə 1, 2, 3, 4, 5 hər torpağa 200 min ordu düşür. 200 min ordu yerləşdirək, baxaq görək necə olacaq bu arada tam olaraq. İlk öncə bura PEX torpağına 1 milyonluq ordunu göndərək dostlar. Bir yerləşdirək, 800'e düşdü, 9-5, 9-7'dən 800'e düşdü. İlk öncə buranı 200 minə yerləşdirək, 200 minlik ordular. Zaten burada qalalar falan filan çoxdur.
qala inşaları doludur. Yəni gördüyünüz kimi dolu inşalar var. Burada 2 yerə böldük mü tamamdır. Tamına 1 milyonluq ordu. İndi geri qalan buradakı 990 bin, neredeyse 1 milyonluq ordunu da 200 bin şəklində bölək dostlar. 200 bin belə. Sadəcə 200 bin belə bu qədər də elə bəsdir. 200 bin də burada qoysaq, yarısında elə biraz çox planlamışdıq amma olsun, yarısında elə birbaşa 179 bin olur. Kimdən icazə alaq? Məncə icazə verər. Məncə askeri işimi alsaq icazə verər. Niyə icazə verirsən? İçindən keçəcək biraz sonra. Hər neysə olsun, bilmirlər, xəbərləri yoxdur. Az sonra başlarına gələcəklərdən xəbərləri yoxdur dostlar. 200 bin də buradan götürək, bura qoyaq. 200 bin, 70 bin, geri qalan orada 60 bin. Hətta burada da ordular toplayaq. Hər ehtimala qarşı ordularımızı yerləşdirək dostlar. Gələk. 8.45 oldu. Artıq videoda 17 dəqiqə gəlib. Ordularımızı yerləşdirdik və çox güzel. Hatta buradakı ordular da bir 100 binə çevirsək, orduları 100 binə çevirsək gözəl olar. Dostlar, buradan da biraz ordu seviyyə eləyək və bəli, çox güzel. İndi artıq videonu da burada yekunlaşdırmağın vaxtıdır. Dostlar, çox güzel oldu. Hatta buradan da biraz ordu göndərsək 200 bin tamamlanır. Bəli, gördüyünüz kimi hər tərəfdən ordularımızla kuşatdıq. Hatta buralar da bir ikiye bölsək pis olmaz diye düşünürəm. Buradan da bir 2-3 min bura göndərək ki tam olsun. Bəli dostlar, Kosovolar artıq gücünü göstərdi. Hər yerdə 200 minlik orduları, Avropada da 300 minlik plus orduları ilə görsəndə artıq videoda 17-18 dəqiqə gəlib. Editlə bunu 15-16 dəqiqəyə düşürəcəm. Dostlar, oyunumuzu da burada kaydedək ki artıq 5 antik Mısır'a bax. Mən demişdim bəli. Çin həddindən artıq böyüyür. Yəni köç baş verir demək olar ki, Kosovo hər tərəfə yayılıb, Almanya Fransaya doğru irəliləyir, Rusiya Avropaya doğru, Kosovo Avropa ilə Rusiyanın arasında bir, hətta dənizdən də belə bir sınır xəttidir demək olar ki, yəni bəlkə də biz olmasaydıq, təkəbbür kimi olmasın, Avropa ilə Rusiya çox savaşacaqdı. İran bu tərəfə köç eləyib, Çin hər şeyi eləyir bu köç için. Amerika'da da elə də çox biraz burada dəyişiklik var. Hər neysə video 18-19 dəqiqə gəldi. Artıq oyunumuzu da burada kaydedilək. Böyle davam edir və bura qədər dostlar. Bir sonraki bölümdə görüşənədək sağ olun, salamat qalın.